Deməli doktor, 2025-ci ilin fevralın 1-də əməliyyat oldum. 8 ay keçdi, bu yara sağalmadı. 8 ay sonra mən bir əməliyyat elədi, 4 ayda keçdi. Mən sual verdim doktora, ay doktor, cəmaatı 2 kilosasını kəsirlər, 2 ay sağalır. Dedi, düzələn şeylər belə şeydir, boş şeydir, ispirtə elə gedəcəkdir. Təzən 2 ayda, il yarım, 14 ay keçəndən sonra gəldim. Sizi tapdım, sizi də Instagramla tapdım, araşdırdım. İşinizə baxdım, iş qabiliyyətinizə baxdım, gördüm ki, belə bir doktor, anar doktor. Yollandım Bakı şəhərinə, sizin yanınıza. Allah sizdən razı olsun, əlləriniz var olsun, Allah sizə uzun ömür versin, can sağlığı versin. Kim yaxşı məni əməliyyat edib, mən inandım ki, burada həqiqətən də anar doktor. Çox gözəl doktordur. Həm işi, həm özü, həm insaniyyətli, həm xəstəni qəbul eləməyi. Çox sağ olun, sizdən çox razıyıq, çox minnətdarıq. Allah şəfanı versin. Çox sağ olun, doktor. Neçə illərin əzabına son qoydun mu? Allaha şükür. Bugünkü günə şükür ki, bir ayda bu problemdən bitdi də. Bir ayda bu problem. Əməliyyatından bir ay keçib də? Düz bir ay. Düz bir ay. Hə, mən özə qanun işləyirəm. Doktor nə təqib eldə hərəkət eləmişəm, hamısını bugünkü qədər. Hələ indi bu sual verirəm ki, mən bu gündən sonra nə yeyə bilərəm? Deyir, daha hər şey yeyə bilərsən. Daha belə doktor kimi yiyər. Get kef elə. Sağ ol. Allah canını sağ eləsin. Allah sağ.